Böyük bir qəzəb hissi var idi ki, biz bu kasıblıqdan qurtarmalıyıq. Həmin gecə mən səhərə qədər ağladım. Acılar bəlkə məni biznes qurmağa vadar etdi. Ayda 5.000 manat maaş alacağım, 10.000 manat qazanacağım maaşlı işlərə mən getmədim. İndi 34 yaşım var, biznesimi qurmuşam və gözəl bir həyat yaşayıram. Sıfırdan başlamaq budur. ...1990-cı ildə 25 sentyabrda Quba rayonunun Susay kəndində anadan olmuşam. Şəhərə yalnız məktəb paltarı alanda gəlib gedərdik. Mən şəhərə ilk dəfə belə ətraflı şəkildə gəlmişəm 13 yaşımda. O da Quba Özəl Türk Liseyi vardı. Oraya imtahan verdiyim zaman. Orada birinci yer tutdum. Lakin təəssüf ki, həmin il Türk Liseyinin mənə verdiyi endirim 100% yox, 30% oldu. Və Qubada digər bir adi bir məktəbdə təhsil almağa başladım. 3 il o məktəbdə oxuduqdan sonra atam kənddəki bütün mal-qaramızı sataraq Sumqayıtda bir yataqxana aldım. O yataqxanada bizim ilk illərimiz çox çətin idi. Birinci ayı stol almamışdıq, yəni yerdə oturub yemək yeyirdik. Universitetə hazırlaşmalıydım və müəllimlərə ödəməyə bəzən pulumuz olmurdu. Bəzi müəllimlərlə xatırlayıram, hətta biz barter danışmışdıq ki, kənddən biz onlara kartof, toyuq, yumurta gətirəcəyik və onlar mənə təhsil verəcək. Bəzi müəllimlər pulsuz hazırlaşdırırdı məni. Böyük bir qəzəb hissi var idi ki, biz bu kasıblıqdan qurtarmalıyıq. Anam, atam, bacım, onları hansı ki mənə görə köçüb gəliblər kənddən şəhərə, çətin şəraitdə yaşayırıq və mən çox istəyirdim ki, onlara ev alım. Prezident təqaüdünə düşməyi hədəfləmişdim. Çünki elə olduğu halda yaxşı təqaüd alacaqdım. Müəllim yanına gedəndə maklerlərin elan lövhələri var idi, orada evləri yazırdılar. Axırdım, onlardan soruşdum, bir otaqlı neçəyədir, 2 otaqlı neçəyədir. İnstitut imtahanı gəldi, çatdı. 3 gündən sonra cavablar gəldi və bəlli oldu ki, həqiqətən də mən 700 balla daxil olmuşam. Bu nəticə Sumqayıt şəhərində ilk idi. Mənə mənzil hədiyyə oldu. Səhnəyə çağırdılar və Sumqayıt şəhərinin icra başçısı o səhnədə mənə 92 kvadratlıq bir mənzil açarları təqdim etdi. Bütün ailəmiz oradaydı, bütün müəllimlərimiz ağlayırdılar. Həmin gecə mən səhərə qədər ağladım. Onda taleyin bir həqiqətini, ilk həqiqətini dərk etdim ki, həyatda uğur qazanmağın birinci sirri bir şeyi bütün hüceyrələrinə istəməkdir. Sadəcə istəmək yox. İnstitutun birinci kursunda oxuduqda açığın desəm, buradakı dərslərdən qane olmadım mən. İngiltərəyə qəbul oldum. Xaricdə təhsil haqqı dövlət proqramı vardı. Mənim ixtisasım prioritet hesab olunmadığı üçün dövlət mənə təqaüd ayırmadı. Çilik-çilik olmuş hiss edirdim. Əzab çəkirdim. Dövlət İdarəçilik Akademiyasındakı dərslərimi də yaxşı oxumamışdım. Kəsr almışdım. Prezident təqaüdündən kəsilmişdi. O pulu geri qaytarmalıydım və məcbur işləməyə başladım. Bir gün Sumqayıt şəhərinin küçələrini gəzərkən bir kursa rast gəldim. O kursun sahibi mənim orada conversation klublar aparmağıma, ingilis dilində keçməyimə razı oldu və mən onunla razılaşdım ki, mən bu kursu alım. Ağlımda belə bir plan var idi ki, mən bu kursda ingilis dil dərsləri keçə-keçə gələn tələbələrdən pulumu yığım, həmin pulla buranı mənə satan şəxsə vəsaiti ödəyim və yerdə qalan vəsaitlə də bu kursu böyüdüm. Əvvəl ingilis dil dərsləri keçməyə başladım. Bir ildən sonra artıq ikinci filiala bölündü və o dövrdən indiyə qədər ölkəmizdə şirkətimizin 24 filialını açmışıq. Bu müəssisə uşaq inkişaf mərkəzləridir. Uşaqlar üçün ingilis dili, rus dili, məktəbə qədər hazırlıq, detay sinif kurslarıdır. Başqa istiqamətləri də açıldı. Məsələn, bir peşə məktəbi açdım, bir biznes skul yaratdım. Restoran sektorunda, daşınmaz əmlak sektorunda işlər qurmağa başladım. Sıfırdan başlamaq budur. İndi 34 yaşım var, biznesimi qurmuşam və gözəl bir həyat yaşayıram. Bəlkə də mən xaricdə təhsil almağa getsəydim, indiki həyatımı yaşaya bilməzdim. Acılar bəlkə məni
daha da qəzəbli etdilər, biznes qurmağa vadar etdi. İnsan böyük şeylər əldə etmək üçün ona bəzən bir tərs şillə dəyməlidir. O ciddi bir acı çəkməlidir. Onun başına həyatda nəsə pis bir şey gəlməlidir ki, ayılsın. Yox, əgər bu başına gəlməyibsə, o zaman onun ikinci alternativ yolu böyük xəyallarının olmasıdır. Biznesdə uğursuzluq qaçılmazdır. Xatırlayıram, 2020-ci ildə pandemiyaya baş verdikdə evimdə topladığım bütün pulları xərclədim. Maşınımı satdım, evsiz bir duruma düşdüm. Elə bir gün gəldi ki, mən uşağıma dərman almağa 20 manat evində pul tapmadım. Ayda 5000 manat maaş alacağım, 10.000 manat qazanacağım maaşlı işlərə mən getmədim. Yeni ortaqlar tapdım, ortaqlarla birlikdə başqa-başqa işlərə başladıq. O işdən qazandığım pulla bu birisi işlərimi diriltdim. Önəmli olan zamanını, işlərini disiplinə salmaqdır. Yaşa dolduqca baxıram ki, kənd məni çağırır, çox maraqlıdır. O dağlar, o meşələr məni çağırır, evimiz məni çağırır. Yuxularımda mən hep kəndimizi görürüm. Və indi iş adamı olaraq, bizneslə məşğul adam olaraq xəyallarımdan biri də öz kəndimizə investisiya eləməkdir. Açığını desəm, mən qocalığımı da kənddə yaşayan kimi görürəm. Düzdür, deyir ki, Tanrını güldürmək istəyirsənsə gələcək planlarından danış. Amma xəyallarımda gördüyüm senari budur.